Hörmətli izləyicilər, nəhayət ki, bizim səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Bu günlərim 15 sentyabr rayonumuzun və kəndimizin həyatında çox əlamətli bir hadisə baş verməkdədir. Uzun illər həsrətində olduğumuz yeni məktəb binası deməli bu günlərin istifadəyə verilir. Bu münasibətlə məktəbimizin keçmiş məzunlarında, indiki məzunları da, şagirdləri də, kənd əhalisinin, ümumiyyətlə rayon ictimaiyyətinin hamısını təbrik edirəm. Bu doğrudan da çox əlamətdar bir hadisədir. Bu həmişə yaşanan hal deyil. Təbrik edirəm. Xeyirli uğurlu olsun inşallah. Əsas istiqamətlərindən biri elan etmişdir. Bugün bu siyasətin, uğurlu siyasətin davamçısı. Bilirsiniz ki, sizin uzun illər təmirə ehtiyacı olan bu məktəbiniz nəhayət ki, Cənab Prezidentin